Aha, sınaq 7 nizamına baxırıq uşaqlar. Deməli, şəklə əsasən fiqurun sahəsini tapın deyir. Əvvəlcə buradan bir dənə xətt çəkirəm. Deməli, bura 5 kökdə 3-dürsə, burada olacaq. Qarşı tərəf olduğuna görə 5 kök altında 3. Bu isə 4 kökdə 3-dür. Bunun qarşı hissəsi olacaq yenə 4 kök altında 3. İndi aşağı 8 kökdə 3 idi. 5 kökdə 3 getdi bu hissəyə. Yerdə qaldı 3 kök altında 3. Eyni şəkildə burada 3 kök altında 3 olacaq. Yəni yerdə qalanları yazmağa ehtiyac yoxdur. Onsuz da burada 2 dənə düzbucaqlı alınacaq. Deməli, birinci bura S1 yazıram. Burada S2 yazıram. S1-in sahəsini tapanda mən 6 kökdə 3-ü 3 kökdə 3-ə vurmalıyam. 6 kökdə 3 vurulsun 3 kök altında 3. Eləcək 6-nı 3-ə vurursunuz 18. Kökdə 3-ü kökdə 3-ə vuranda eləyəcək kökdə 9 oradan çıxacaq 3. 18-i 3-ə vuranda burada olacaq 54. İndi S2-ni tapanda 4 kök altında 3 ilə 5 kök altında 3-ləri bir-birinə vurmaq lazımdır. 4 kökdə 3 vurulsun 5 kök altında 3. Kökün qıraqdakılarını bir-birinə vursaq, 4-ü vururam 5-ə, olacaq burada 20 vurulsun. Kökdə 3-ü kökdə 3-ə vuranda olacaq burada 3. 20-ni 3-ə vuranda 60. Bunların ikisini toplayanda eləyəcək 114. Bura qarşı-qarşıya 5 kökdə 3 bir-birinə bərabər idi. 8 kök 3-dən 5 kök 3 çıxanda sol tərəfə də qalacaq 3 kök altında 3. Sonra baxağın çalışma, daha doğrusu sual 2-yə. Deməli, AB-nin nisbəti 4x götürəcəm. BC-nin də 5x. Burada yazıram 5x. BD 20-dir. BD haradır? Bura 20-dir. CY-ni soruşur. Burada bir y yazıram. Burada 2 dənə 3 bucaq var. Birinci baxıram buradakı 3 bucağa. Buradakı 3 bucağa. Bu 3 bucağa mən deyəcəm 4x-in 20-yə nisbəti və bərabərdir. Buradan bura qədər olan hissə 9x-dir. 9x-in də burada aşağıdakı hissə y-dir. Y-ə nisbəti. Buradan deməli nə etmək lazımdır? Y-i tapmaq lazımdır. Bir dəqiqə görüm. Çarpaz vuranda uşaqlar, buradan alacaq. X-ləri aparıram əvvəlcə. Buradan yazıram 4y bərabərdir. 20-ni vururam 9-a 180. 180-i də 4-ə böləndə qalacaq burada 45. Yəni y soruşur, cavab olacaq 45. Sonra baxıram burada üçüncüyə. Təyinlər sistemindən x plus y cəmini tapın deyir. Baxıram yuxarıda y-in qarşısında 2 var, aşağıda y-in qarşısında heç bir şey yoxdur. Deməli, əvvəlcə y-lərin əmsallarını bərabərləşdirməliyəm. Bunun üçün aşağıdakı hissəni 2-yə vururam. Birincini özünü köçürdürəm. 3x çıxılsın 2y bərabərdir -7-yə. Aşağını 2-yə vursam 4x üzərinə gəl 2y bərabərdir 14-ə. Bu belədir. İndi alt-alta bunları toplayacağım. Y-lər gedəcəklər. 3x burada, 4x burada. Oldu 7x bərabərdir. -7 ilə 14 toplayanda bizə 7 verəcək. X bərabərdir 1 tapdım. Aparıram misalda x-in yerinə 1 yazıram. Hansında yazsan yaz, heç bir fərqi yoxdur. Elə birincidə, bu ikincidə yazıram. 2 vurulsun 1, üzərinə gəl y bərabərdir 7-yə. Buradan da y bərabərdir. 7-dən də 2-ni çıxanda qalacaq 5. Bizdən nəyi soruşurdu? X ilə y-in cəmini. Burada da 5 ilə 1 toplayanda cavab eləyəcək 6. Sonra sual 4-dən. Deməli nə verir bizə? BAC bucağı ilə BAC BDA bərabərdir. Görək haradır BAC bucağı? Yəni bura yaşıl yerlə, bu hissə ilə BDA bir-birinə bərabərdirlər. B bura, D bura, A da bura. Bunlar bir-birlərinə bərabər oldular. DC-ni, BC-ni veribdir və perimetr ABD bu hissəni soruşur. Burada belə yaza bilərik ki, mən bura bir alfa bucağı desəm, böyüyə də alfa desəm. Bir dəqiqə zəng gəlir bayaqdan, görüm kim. Hə, deməli nə deyirik burada? Deməli, BAC bucağı ilə BDC, BDA bucaqları bərabər oldular. Bura bir
alfa, bura bir beta yazıram mən. Çünki bu bölünü baxın burada. Onda bu hissəyə alfa üstəgəl beta düşəcək. Bura alfa üstəgəl beta. Sonra perimetr A, B, D. Hə, 4 var, 6 var. İndi bir dənə bu x lazımdır ki, perimetri tapım. Deməli uşaqlar, burada nələr yoxdur, nələr var görək. Deməli, buradan üçbucağın oxşarlığından baxsam, görək nəsə oxşarlıq varmı? Bu bucağa qamma yazsam, bu üçbucağın alfası var, qamması var. Alfa var, qamma var. Alfa üstəgəl beta da var. Yaxşı, bunu bildik. Alfa, qamma, alfa üstəgəl betanın üçünün cəmi 180 eləməlidir. Məncə sualda burada bucaqlarda hardasa problem var. Çünki o uzaq başı bunların bərabərliyini verə bilər bizə deyə düşünürəm. Çünki digərlərinə bir uyğunluq görə bilmədim mən. Sual yazan var ya da mən görmürəm nəysə. Mən yazmamışam mən. Öncə bunlar silə bilirəm üstündən. Ola bilər bucağın bərabərliyini düz göstərməmişəm mən sualda. Yenə dondu bax. Neysə siləndə donub. Hə, işlədi. Ola bilər ki, burada bu bucaqla bu bucağın bərabərliyini vermək istəyibsə, yenə düz gəlmir. Gəlin buna axıra qədər gedim görüm bu hərfləri yazıb nəsə çıxacaqmı ortaya. Məsələn, bura yazmışdıq alfa bucağı. Başqa bir şey varmı orada? Yoxdur. Bura yazmışam beta bucağı. Burada yazaq onda. Oxşar olduqları, bərabər olduqlarına gəl, alfa üzərinə gəl, beta yazdım. Yaxşı, tutalım, bura qamma bucağı yazdım. Onda bu üç bucağın alfası var, betası yoxdur. Bu aşağının betası var, oxşarlıq da yoxdur bunların arasında. Yox, mən bucaqları neysə düz yazmamışam orada sizə göndərəndə. Suala təkrar baxaram. Görüm, orada mən hardasa neysə qaçırtmışam. Çünki orada başqa şərt yoxdur, şərt olmalıdır. Bərabərlik şərt olmalıdır hansındasa. Baxaram təkrar. Burada şərtini ödəyən natural ədədlərin sayını tapın deyir. Uşaqlar, əvvəlcə -5 var. Hər tərəfə -5 keçirdirəm. Olacaq burada 3 üzərinə gəlinsin 5, kiçikdir 4-ün və 19 üzərinə gəlinsin 5 yazdıq. Burada eləyəcək 8, kiçikdir 4-ün, kiçikdir, bərabərdir 24. Hər tərəfi 4-ə bölürəm. Çünki n-in qarşısında əmsal 4-dür. 8-i 4-ə böləndə 2, n, buna 4-ə böləndə 6. Burada hansı ədədlər var? Deməli, 3 var, 4 var, 5 var, 6 var. Nəyi soruşur? Natural ədədlərin sayını. Burada 4 dənə ədəd var. Cavab olacaq 4. Sonra düz xəttdə y oxunu 0,8 m tat. Deməli, sən x-in yerinə 0 yazmalısan, y-in də yerinə 3 yazmalısan. Onda olacaq buraya 2 vurulsun 0, üzərinə gəl 3 vurulsun y-in qiyməti 3, vurulsun m, çıxılsın 9, bərabərdir 0-a. Buradan alacaq 9m, onsuz da buranı saymıram, çünki burası 0 eləyəcək. Mənfi 9 sağa aparıram, olur 9, m də bərabərdir buradan 1-ə. Sonra düz xəttləri paralel olarsa k-nı tapın. Ümumiyyətlə uşaqlar, paralel düz xəttlər olanda bunların k-ları bir-birinə bərabər olmalıdır. Bax, bunların əmsalları bir-birinə bərabər olmalıdır. Deməli, k ilə 3-ə bərabərdir. Sonra k-nın hansı qiymətində funksiyanın qrafik nöqtəsindən keçər. Deməli, sən nə etməlisən? X-in yerinə -3-ü, y-in də yerinə 4-ü yazmalısan. Olur onda 4 bərabərdir, k bölünsün -3. Çarpaz vursam
-3-ü 4-ə olacaq -12. Deməli, K-nın -12 qiymətində həmin nöqtədən keçmiş olacaq. Qiymətlər çoxluğunun düsturu 4AC çıxılsın B-nin kvadratı bölünsün 4A idi. Buradan tapıram, müsbət sonsuzluğa götürürəm. İndi burada A-nın qiyməti 1-dir də, əmsal olaraq. B-nin qiyməti 6, C-nin də qiyməti 8 olacaq. 4 vurulsun 1 vurulsun 8. Çıxılsın bu 6-nın kvadratı 36. 4 vurulsun 1. Yuxarıda 4-ü 8-ə vururam 32. 36-sını çıxanda -4 bölünsün 4 olacaq burada -1. Aldığım cavabı da götürürəm -1-dən müsbət sonsuzluğa olacaq qiymətlər çoxluğu. Funksiya sabit funksiya olarsa A-nı tapın deyir. Ümumiyyətlə uşaqlar, sabit funksiya o deməkdir ki, f(x) bərabərdir B olsun. Deməli, burada x falan iştirak etməməlidir. Ona görə x-in əmsalını 0-a bərabərləmək lazımdır. Yəni, A üzərinə gəl 6 bərabər 0-a, A bərabərdir -6-ya. Olacaq funksiyanın sabit olmağı. Sonra sual 11-də. Deməli, burada deyir ki, paraleloqramda B-yə parçası ABC-nin tənböllənidir. B-yə hanı? Burada. Deməli, onda belə çıxır ki, bu hissə ilə bu hissə bir-birinə bərabərdir. Tənbölən olanda belə ödənir bu şərt. Sonra AD 6-dır. Onda burada 6-dır. Bu qırmızı da 6-dır. AK-nın karsiyə nisbəti. AK 3K-dır. Karsi də 2K-dır. Nəyi soruşur? Perimetr ABCD-nin. Bura bir y yazıram. Yine burada oxşarlıq var bunun içərisində. Yəni, baxın, bu sarı rənglə iştiqlədiyim fiqurla yuxarıdakı sarı rənglə iştiqlədiyim fiqur bir-birlərinə oxşardılar. Onda oxşarlıqdan istifadə edelim. Yuxarıdan 6, aşağıda oturacaq y-dir. Yuxarıdan bura 2 yazılmışdı. Kaları yazmıram. Aşağıda da 3 yazılıb. Çarpaz vursam 2y bərabər 3 6-ya vuranda 18, y də bərabər olacaq 9-a. Burada oldu 9. ABCD'nin perimetrini tapanda perimetr bərabərdir. 9 ilə 6-nı toplayıb aldığım cavabı 2-yə vururam. Eləyəcək 15 vur 2, yəni 30. Sonra perimetrləri fərqi 24-dür. Birincinin perimetrindən ikincinin perimetrindən çıxanda 24 qalır. Oxşarlıq əmsalı K-da 3-ə bərabərdir. İndi uşaqlar, belə bir düstur var ki, K bərabərdir, P1 bölünsün, P2 ödənməlidir. Yəni, buraya yazıram 3 bərabərdir, P1 bölünsün, P2. 3-ün məxrəci 1-dir. Deməli, P1-in yerində 3x durur, P2-nin də yerində 1x durur. Belə yaza bilərəm. P1 bərabərdir 3x-ə, P2 də bərabərdir 1x-ə. Gətirək, burada yerinə yazaq. 3x çıxılsın 1x bərabər 24-ə. Buradan 2x bərabər 24-ə. X də bərabər olacaq buradan 12-yə. Perimetrləri tapsam 3 12-yə vuranda 36, 1 12-yə vuranda 12. Perimetrlərin cəmini soruşur. 36-nın üstünə də 12 gələndə cavab eləyəcək 48. Sonra düzgün 12 bucaqlının bir daxili bucağını tapın. Əvvəlcə 360-ı bölərəm 12-yə, alaram 30. Bu tapdığım onun xarici bucağıdır. Xarici. Daxili ilə xarici qonşudur deyə 180-dən 30-unu çıxacaqsan, deməli 150 dərəcədə olacaq onun bir daxilisi. Bizdən də elə 150-ni soruşurdu. Sonra sinifdəki şagirdlərin sayı qız şagirdlərin sayının 5 mislidir. Deməli, belə deyək də, ümumi şagirdlərin sayı, sözlə yazacağım, bərabərdir qızların sayının 5 misli. 5 vurulsun qızlar, belə yazıram. Onda belə çıxır ki, ümumi şagirdlərin nisbəti 5x şəklində yazıram. Qızların nisbətini isə 1x şəklində yazıram. Onda oğlanlar 5x-in 1x-i qızdırsa, yerdə qalır 4x. Bunlar da oğlanlardır. Birində oğlan şagirdlərin sayı sinifdəki şagirdlərin sayının hansı hissəsidir? Oğlan şagirdlərin sayını sinifdəki bütün şagirdlərin sayına bölmək lazımdır. Bu da eləyəcək 5-də 4 şəklində. 5-də 4 və yaxud da 0,8 də yazmaq olar. Sonra sual 15-də deyir ki, bir nöqtədən əks istiqamətdə hərəkət edən avtomobillər arasındakı məsafə 3 saat sonra 480 km oldu. Yadda saxlayın ki, qarşı-qarşıya hərəkət eləsələr və bir nöqtəni əks istiqamətdə də hərəkət eləsələr, onların sürətləri toplanacaq. Amma eyni istiqamətdə getsələr bu şəkildə, onların sürətləri çıxılır. İndi əks istiqamətdə hərəkət elədiyinə görə
Birinci ilə ikincinin sürəti toplanacaq. Və onlar birlikdə 3 saat məsafə, 3 saat sonradan gedirlər, olurlar. Aradakı məsafə 480 kilometr. Birinin sürəti 75-dir. Gəlirəm yerinə 75 yazıram. 75 üzərinə gəlinsin V2 vurulsun 3 bərabərdir 480-ə. Buradan da ki yazıram 75 üzərinə gəlinsin V2 bərabərdir 480-i 3-ə böləndə qalır burada 160. Digərinin sürətini tapsam V2 bərabərdir 160-dan çıxmalıyam 75-ini. Bu da qalacaq 85. Deməli, digərinin sürəti də 85 imiş. Sonra gəldik cəmi 53 olan 3 ədəddən birincisi. Deməli, birinci ədəd, ikinci ədəd, bu da üçüncü ədədin yeri olsun. Bunların cəmi 53-dür. Bu qalsın qıraqda. Hələ ki, bunların hamısına x yazıram. Qabağına da nisbətləri yazacağım. Deyir, birinci ikincidən 5 vaid çoxdur. Yoxsa az deyir. Birinci, deməli, ikincidən 5% azdır. Buraya yazıram, birincidə x çıx 5. Sonra isə üçüncüdən 13% azdır. Üçüncüdən 13% azsa, deməli, üçüncü bundan 13% çoxdur. İkincidən söhbət gedir də. Birinci, ikincidən azdır. Üçüncüdən nədir? 13% azdır. Yerlərini səhv yazdım. Getdim ikinciyə yazdım. Bunu geri qaytarım. Yox. Düzgün görüm, yenə hara getdi bu. Proqram heç yaxşı deyil. Və də qaytarsam düzələr yəqin. Düzəldi. Bir dəqiqə. Qaydım cümləni bir də oxuyum. Deməli, 3 ədəddən birincisi ikincidən 5% çoxdur. Birinci x plus 5 olacaq. İkinci x-dir çünki. Üçüncüdən də 13% azdırsa, deməli, üçüncü olacaq x plus 18. Çünki 5-in üstünə 13 gəlirəm 18 eləyəcək. İndi bunların cəmi 53-dür. Bunların hamısını toplayanda x-lər toplayıram 3x. Üzərinə gəlinsin 18 ilə 5 eləcək 23 bərabərdir 53-ə. Bunu yazdım. Buradan da yazıram ki 3x bərabərdir 53-dən 23 çıxanda qalacaq burada 30. X bərabər olacaq 10. İndi x-lərin yerinə 10 yazsaq, nə oldu bu? 10 yazanda birinci olacaq 15, ikinci olacaq 10, üçüncü olacaq 28. Nəyi soruşur bizdən? Ən böyük olan seçim cavab olacaq 28. Sonra tənlik kökləri cəmini tapın. Ümumiyyətlə, modul tənlikləri həll edən zaman bir dəfə olduğu kimi həll etmək lazımdır, bir dəfə mənfisi ilə. Yəni, 2x üzərinə gəlinsin 1 bərabərdir 9. Bir dəfə bunu həll edirik. Buradan 2x bərabərdir. 9-dan birini çıxaq, qalacaq burada 8. Yaxşı yazmır, izahladı bu proqram. X bərabərdir 8. X də bərabərdir 8-i 2-yə böləndə qalacaq burada 4. Sonra deməli nə edəcəm? Bir dəfə də yazıram ki, 2x qələmlər getdi, yoxladı, heç biri düzgün yazmır. Üstə gəlinsin 1 bərabərdir mənfi 9. Buradan 2x bərabərdir mənfi 10 eləyəcək. Bir sağ aparanda x də bərabərdir mənfi 5. Deməli, uşaqlar, burada mənfi 5 tapandan sonra nə edəcək? Tənliyin köklərinin cəmini soruşur da. Bayaqları birinə 4 tapmışlar axı. 4 ilə də mənfi 5 toplayanda cavab eləyəcək mənfi 1. Sual 18-də. Tənliyin kökləri x1, x2 olarsa. İndi gələ belə eləyək də. Yuxarıda hər tərəfi 3-ə bölə bilərəm mən əvvəlcə. Çünki v tətbiq eləməliyik də. 3-ə böləndə yuxarını alınacaq x-in kvadratı. Sonra çıxılsın 2x. Üzərinə gəlinsin n bölünsün 3. N böl 3.
bərabərdir 0. Sonra uşaqlar nə etmək lazımdır burada? Viyetin tətbiq etsək qaydasına kökləri cəmi 2-yə bərabər olmalıdır. Onu da kənardan yazaq. X1 üzərinə gəlinsin X2 bərabərdir. Burada əksi mənfi 2-dir. Biz də götürəcəyik müsbət 2-ni. 2. Bir də bunu yazıram altına. Sistem tənliyi həll eləmək üçün. 2x1 çıxılsın x2 bərabərdir 7. Əsəbələdi mənim bu proqram. Yazmır. Tümən geri salır. İndi bunları alt-alta toplasaq uşaqlar. 3x1 burada mənfi x2 ilə müsbət x2 gedəcəklər. Bərabərdir 9 eləyəcək. Buradan da x1-i tapanda 9-u 3-ə böləndə qalacaq 3. X1-in qiyməti 3-dür. İndi gətirirəm, burada x1-in yerinə 3 yazıram yuxarıda. 3 üzərinə gəl x2 bərabərdir 2-yə. X2 də bərabərdir. 2-dən 3-ün çıxanda mənfi 1 qalacaq. Məndən n soruşur. Bu tənliyin köklərinin hasilidir. N bölünsün 3 bərabərdir. Buradakı mənfi 1 ilə 3-ü bir-birinə vuranda mənfi 3 eləyəcək. N də bərabər olacaq. 3-ü mənfi 3-ə vuranda 9. Mənfi 9 olacaq n-in qiyməti. Gəlin köklərin cəmini çarpaz vuraram əvvəlcə. X çıxılsın 3-ü vurmaq lazımdır. X çıxılsın 5-ə bərabərdir. 1-i 3-ə vuranda 3 eləyəcək. Uşaqlar, deməli əvvəlcə mötərizəni vurub açsaq, alınacaq burada x-in kvadratı çıxılsın 5x. Sonra mənfi 3x-ə vuranda mənfi 3x və mənfi 3-ü mənfi 5-ə vuranda müsbət 15 bərabərdir 0 alınacaq. Buradan x-in kvadratı çıxılsın 8x. Üzərinə gəl 15 bərabərdir 0. Deməli, köklərinin cəmi x1 üzərinə gəl x2 bərabərdir. Olmalıdır neçə? 8. Yirminci. Adi tənlikdir. Deməli, 3x çıxılsın. 2-ni 5x-a vuranda olacaq burada 10x. Mənfi 2-ni 1-ə vuranda mənfi 2 bərabərdir 16 çıxılsın x-ə. Ədədləri bir tərəfə keçirək, x-ləri bir tərəfə. 3x-dən 10x çıxanda mənfi 7x qalacaq. Bu mənfi x də bura gələndə olacaq plus x bərabərdir. Mənfi 2-ni sağa aparanda 18 eləyəcək. Burada qalacaq mənfi 6x bərabərdir 18-ə. X də bərabərdir mənfi 3-ə. Yaxşı, sualda nəsə problem oldu. Bərabər 0. 3-ü 1-ə vuranda 3, 3-ü sola keçirməmişəm mən burada. Onda bura olacaq 12. Onun önəmi yoxdur onsuz da. Əsas odur, tənliyin kökləri cəmi mənfi 8 isə x-ini götürürəm, 8 eləyəcək. Sonra sual 21-də. Deməli, uşaqlar, şəkildə deyək ki, BA toxunandır. Bizə nəyi soruşur? DC-ni. Burada x yazıram. Belə bir qayda var ki, toxunanın kvadratı bərabərdir. Kəsənin ümumi uzunluğu vurulsun çöldə qalan hissəyə. Toxunan deyəndə 4 kök altında 3-dür. 4 kök altında 3-ün kvadratı bərabərdir. Ümumi uzunluq haradır uşaqlar? Bax, bu başdan ayağa x plus 4-dür. X plus 4. Bunu da vurmalıyam çöldə qalana. Çöldə qalan deyəndə bu BC nəzərdə tutulur. Burada yazıram 4. Bunu açsam 4-ün kvadratı 16, kökdə 3-ün kvadratı 3 bərabərdir 4 vurulsun x plus 4. Yəni tutmaz tutdu yazmış. X plus 4. 4 burada eləyəcək 48, 4-ə böləndə 12 bərabərdir x plus 4. X də bərabər olacaq 8-ə. Sonra gəldik bura. İfadənin qiymətini hesablayın. Deməli, uşaqlar, burada eyni ifadə müxtəsər vurma düsturudur. Bir dənə böyük kök açıram.
Burada 12'ni vururam 12'yə olacaq 144 çıxılsın. 2-ni vururam 2-yə 4. Kökdən 1-ə kökdən 1-ə vuranda 11 eləyəcək. Bu da 144-dən çıxıram 44-ünə qalacaq burada 100. 100-dən də çıxacaq 10. Deməli düzgün cavab olacaq 10. Sonra gəldik sual 23-ə. Deyir ki, AB-dən kiçik olarsa ifadəsini sadələşdirin. Yuxarıdakı ifadədə özünü saxlayıram, açılsın B-nin mötərizə kvadratı. Aşağıda 2-ni qırağa çıxarsam, qalacaq burada açılsın B. İndi A B-dən kiçikdirsə, bunun cavabı mənfi qalacaq. Çünki aşağıya fikir verir. Məsələn, 1 qoysam, 2 qoysam, 1-dən 2 çıxanda mənfi qalır. Deməli, bunların yeri dəyişəndə qabağa mənfi çıxmalıdır. Bunun biri ilə bunun biri getsə, qalacaq onda burada yerlər dəyişir də. B çıxılsın A bölünsün 2. Yəni, cavabı bu şəkildə yazacağıq. Sonra baxaq bura. Mənfi 2-nin kubu, bir də mənfi 3-ün kubu, bir də mənfi 5-in kvadratı var. Bunları hesablasaq, mənfi 2-nin kubu bizə verəcək mənfi 8. Mənfi 3-ün üstündə mənfi 3 yazıbdır. Bu o deməkdir ki, bu da mənfidir, bu da mənfidir. Ona görə mən mənfiləri nəzərə almayacağım. Çünki mənfini mənfiyə vuranda müsbət eləyəcək. Bu 3-ün kubunu belə yazıram. 1 bölü 27 şəklində. Və 5-in kvadratı da olacaq burada 25. Aşağıda isə 20-nin kvadratını birbaşa 20 vurulsun 20 şəklində yazacağım. İndi ixtisar aparsaq, 8-i bölürəm 4-ə, düşəcək burada 2. 20-ni 4-ə böləndə qalacaq burada 5. Sonra 2-ni 2-yə bölərəm, qalacaq burada 1. 20-ni 2-yə bölərəm, qalacaq burada 10. Aşağıda 5 və 10 bizə 50 verir. Yuxarıdakı 25 ilə bu 5 və 10 aparsam 2 qalacaq. Deməli 27 aşağı düşəcək, 1 də yuxarıda qalır. 1 bölünsün 54 eləyəcək. %23-də deməli nə edirik? Burada A B-dən kiçik olduğuna görə nəticə mənfi olacaq. Çünki məxrəcdə mən az ədəddən çox ədəd çıxanda mənfi qalır. Mənfi olacağına görə B ilə A-nın yerini dəyişirəm. Elə bil normalda belə qalmalı idi da. Mənfi açılsın B bölünsün 2. Bu mənfini də yuxarıya vurub tərsinə çevirirəm. Olur B çıxılsın A bölünsün 2 şəklində. 25-də radius 15 olan çevrənin mərkəzindən 9 sm məsafədə olan vətərin uzunluğunu tapın. Bu mərkəz, bu vətər radius 9-dur. Bura qədər məsafədəki, bura məsafə 9-dur, bura 15-dir. Radius 15 deyir. İndi mən bura bir x yazıram. Onda yazıram x-in kvadratı, üzərinə gəl 9-un kvadratı bərabərdir 15-in kvadratına. Bu deyəcək x-in kvadratı bərabər 15-in kvadratı 225 eləyəcək. 9-un kvadratı 81 çıxıram. Burada x-in kvadratı bərabər olacaq 144. X bərabər oldu 12-yə. Bizdən vətəri soruşur. Deməli, vətərin uzunluğu 12 üstə gəl 12, 24. Çünki burada x daxil. 12 plus 12 bərabərdir 24 olur cavab. Yəni 24-də qayıdım görüm, problem yoxdur ki burada. Anormal cavab alındığına görə deyirəm. Mənfi 2-nin kubu mənfi 8-dir. Mənfini qoydum qırağa, çünki burada da bir mənfi alınacaq. Bu da 27-də 1-dir. 5-in kvadratı 25 elədi. Lap burada vursam 8-i 25-ə vuranda 200, aşağıda da 400, 2-də 1, 54-də 1, heç bir problem yoxdur.